Gümrahlıq, qan azlığı uşaqlarınızda sümük, vitamini çatışmazlığı, yəni kalsium, qaraciyər problemləri, yorğunluq, halsızlıq. Ümumiyyətlə görün, göstərirəmsə burada nələr var. Özünüz baxın. Kələm, kök, çuğundur, sarımsaqlar öz sözünü deyib və mükəmməl belə bir ev üsulunda hazırlanan turşu hazırlayacağıq və qış boyu nədir, yeyəcəyik. Bunları reseptdən çıxartdığınıza görə immunitet zəiflik və uşaqlarımız, cavanlarımız, gənclərimiz zəif böyüyür və tez-tez xəstələnir. Buna baxın. Heç əlavə olmayacaq, bu yoğrulacaq, sıxılacaq və suyu çıxacaq. Buna nə deyirlər? Qarışıq tutma, turşu qarışığı. Fərqi yoxdur, hər bölgəyə bir formula deyirlər. Bu başdan ayağa dünya apteklərini bir-birinin üstünə yıxsan, bunun verdiyi faydayı verməyəcək. Üzüm sirkəsi, balaca əlavə edirsiniz, məşq falan, süt damaq. Bir həftə gözləyirsiniz dostlar və nəticəni görəcəksiniz. Aptek, vitamin deposu sizlər üçün. Sağ olun dostlar.